Meyxanaçı Namiq Qaraçıxırlı ilk dəfə həyat yoldaşı ilə bağlı paylaşım etməsindən danışıb. Axşamaz xəbər verir ki, sənətçi mədəni şouda olan zaman aparıcı Afaq Gəncəli ona bu haqda sual ünvanlayıb. Afaq Namiqdən nə üçün 14 il ərzində ilk dəfə belə addım atmasını soruşub. Yubileyliz idi, damarıma düşdü. Böyük səbəb yox idi. 14 ilimiz oldu. Hərdən ürəyimdən keçir ki, xoşbəxtliyimi paylaşım. Bir daha gördüm ki, olmaz. Sosial şəbəkədə müxtəlif insanlar var. Şəxsi həyatı maraqlıdır. Bəlkə də qapalıdır, danışmıram. Digər səbəb isə insanlar haqqımda senari ciziblər ki, belə olub və indi belədir. Haqqımda yaralan əfsanələrə o qədər gözəl yanaşıram ki, aqressiv də olsa haqqımda düşünür. Bu da uğurumdur. Bəziləri sevindi. Amma taleyində nəsə olanlar acıqlı qarşıladı, deyə Namiq Qaraçuxurlu cavab verib. Qeyd edək ki, Namiqin bu nikahdan bir qız evladı var.